stres fonunda daha tez acımaq mümkündür. Çünki əsəb, stres bizim orqanizmimiz üçün enerjiyə olan tələbatı aktivləşdirən bir səbəbdir. Yəni streslə orqanizm onu yaşayır ki, qarşıda hər hansı bir təhlükə var. Həmin təhlükədən ya qaçmaq lazımdır, ya da həmin təhlükə ilə mübarizə aparmaq lazımdır. Orqanizm oturub düşünmür ki, siz uşağınıza əsəbləşmisiniz, ya nə bilim qonşunuza əsəbləşmisiniz. Onun üçün o stres olaraq qəbul edilir. Stres isə sizin həyatınızın təhlükədə olduğu anlamına gəlir və bu təhlükə ilə də mübarizə aparmaqdan ötürü qan şəkəri qalxmalıdır və yüksək qan şəkərinə reaksiya olaraq insulin hormonu ifraz olunaraq qan şəkərini aşağı salır. Bu da sizin acmağınıza gətirib çıxarda bilir. Ona görə də çalışın əsəblərinizə müğayət olun, əsəbləşməyin. Bu belə bir xoşagəlməz əks təsirlə nəticələnə bilər. Videonu bəyəndinizsə, sizə faydalı oldusa da bəyənib bir dostunuzla bölüşməyi unutmayın. Hər birinizə diqqətiniz üçün təşəkkür edirəm.